Salam. Bugünkü videomuzda sayla bağlı vacib maraqlı məlumatları sizinlə bölüşəcəm. Bu qeydlər sadəcə sayla əlaqədar deyil, həmçinin qrammatik normanın gözlənilməsi ilə bağlı qaydalarda əsas diqqət edilməli olan nüanslardan biridir. Gəlin görək, sayla qrammatik normanı birləşdirən bu qaydalar hansılardır? Düşünürəm ki, mən lövhədə yazdıqca siz də bu qaydaları öz dəftərinizdə qeyd edəcəksiniz. Gəlin başlayaq. Hansı saylardan sonra isimlər təkdə, hansı saylardan sonra cəmdə, hansılardan sonra isə həm cəmdə, həm də təkdə işlənə bilər. Birinci, az, biraz, xeyli, bir qədər, bir neçə, 5-6 tipli saylar, yəni təqribi təxmini miqdar sayları, qısa şəkildə qeyd edirəm, təqribi təxmini miqdar sayları və müəyyən miqdar sayları, bunu da belə yazaq, müəyyən miqdar sayları. Deməli, bu saylardan sonra gələn isimlər təkdə işlənir. Əgər bu saylardan sonra gələn isimlər cəmdə işlənərsə, deməli, qrammatik norma pozulmuş sayılır. Bircə dənə müəyyən miqdar saylarından sonra ola bilər ki, vaxt bildirən, tarix bildirən sözlər işlənsin. Bu zaman bəli, cəmdə işlənə bilər. 100 illər, 1000 illər, məsələn, burada işlənə bilər. Sonra ikinci, çox, çoxlu, larla, larca, şəkilsi qəbul etmiş qeyri-müəyyən miqdar sayları, sıra sayları. Bu saylardan sonra gələn isimlər həm təkdə işlənə bilər, həm də cəmdə işlənə bilər. Yəni, təkdə və yaxud da cəmdə işlənməsi qrammatik norma pozuntusu sayılmır. Çünki hər ikisi də işlənə bilər. Üçüncü, bir sıra, bir çox. Bu saylardan sonra gələn isimlər isə cəmdə işlənir. Yəni, təkdə işlənməsi qrammatik normanın pozulması sayılır. Bugünkü qeydlərimiz bu qədər. Gələn videolarda da vacib maraqlı qeydləri, nüansları sizinlə bölüşməyə çalışacağım. Sağ olun.